Salam, hər vaxtınız xeyir olsun. Değerli dostlar, yanvar ayının 18'inde keçirilmiş Respublika Fen Olimpiyadalarında 9-cu sinif üzrə istifadə olunmuş test tapşırıqlarının izahına baxırıq sizlə. Birinci sualdan başlayaq. İlk sualda bizə deyir, doğru fikirləri müəyyən edin. Baxaq. Alp, Karpat, Skandinaviya dağları iki yarımkürədə yerləşir. Həqiqətən də Alp, Karpat və Skandinaviya dağları iki yarımkürədə yerləşir. Bir doğru cavab olar. Daha sonra Hekla və Etna vulkanları litosfer havalarının divergent sərhəddində yerləşir. Divergent sərhəd litosfer havalarının bir-birindən kənarlaşdığı sərhəddir. Həqiqətən də Hekla vulkanı İslandiyada yerləşir və İslandiya divergent zonadadır. Etna vulkanı isə İtaliyada yerləşir, Siciliya adasında. Amma bura divergent zona yox, konvergent zonadır. Ona görə bu doğru hesab olunmaz. Şimal Avropa regionunda fiordlara və moren tirələrinə rast gəlinir. Şimal Avropa regionu 4-cü dövr buzlaşmasına məruz qalıb və həqiqətən də bu ərazilərdə fiordlar və morenlərə biz rast gələrik. 3 də bizim testin doğru variantıdır. 4. Ölkəmiz Oman və Yəmənlə bərabər Cənub-Qərbi Asiya regionunda yerləşir. Bəli, Azərbaycan Cənub-Qərbi Asiya regionunda yerləşir. 4 də doğru cavabdır. Afrika litosfer havası ilə Ərəbistan litosfer havaları bir-birinə yaxınlaşır. Xeyr. Ərəbistan litosfer havası ilə Afrika litosfer havası eyni istiqamətə hərəkət eləsə də, Ərəbistan litosfer havası ilə ərzində 4,9 sm hərəkət eləyir. Afrika litosfer havası isə 1,9 sm hərəkət eləyir. Yəni Ərəbistan il ərzində təqribən 3 sm Afrika litosfer havasından uzaqlaşır, bir-birinə yaxınlaşmır. Tepullərin formalaşmasında axar sular iştirak etmir. Xeyr, tepullərin formalaşmasında axar sular iştirak edir. 9-cu sinif dərsliyində bu hissəyə toxunulur. 1, 3, 4. Bizim testimizin doğru cavabı olar B variantı. Sual 2-yə baxaq. Sual 2-də bizə deyir ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 22 iyun və 22 dekabr. Və bunlara biz baxaq. 1, 2 və 3. Afrika materikində günəş zenitdə olur. Bildiyimiz kimi Afrika materikini həm şimal tropik xətt, həm də cənub tropik xətt kəsir. 22 iyunda şimal tropik xətt üzərində zenitdə olur. Şimalda. 22 dekabrda isə cənub enliyində, yəni cənub tropik xəttində zenitdə olur. Bunların hər ikisi Afrikanı kəsdiyinə görə ortaq özəllik olaraq 1 bura götürə bilərik. Şimal yarımkürəsinin quru səthində havanın ən yüksək orta temperaturu müşahidə edilir. Şimal yarımkürəsinin quru səthində ən yüksək havanın temperaturu iyul ayında müşahidə olunur. İyul. Burada isə belə bir variant yoxdur da, için heç bir variantı əlavə etmirik. Ekvatorda günorta vaxtı günəş şüalarının minimum bucaq altında düşər. Ekvatorda minimum bucaq altında onda düşər ki, ekvatorda maksimal uzaqlaşsın, düzdürmü? Bu həm 22 iyunda olur, həm də 22 dekabrda. Deməli 3 də bunun hər ikisinə aiddir. Daha sonra 40 cənub enliyində günorta vaxtı günəş şüalarının ən kiçik bucaq altında düşər. Baxın, cənub enliyi deyirsə, deməli günəş şimal yarımkürəsində zenitdə olan zaman bu hadisə baş verməlidir. Bu da 22 iyun tarixi olar. Ona görə 4 1-ə aid olar. Kalimantan adasında günorta vaxtı şaquli cisimlərin kölgəsi şimal istiqamətini göstərir. Bildiyimiz kimi Kalimantan adası təqribən ekvatorial ərazidədir. Kölgə nə vaxt şimalda olar? Günəş Kalimantandan cənubda zenitdə olan zaman. Yəni bu da 22 dekabrda baş verən bir hadisə olar. Qütb dairə xəttində gecə və gündüzün adi növbələşməsi pozular. Bu qütb gecə gündüzlərin adi növbələşməsi şimal və cənubda o zaman pozulur ki, günəş ya şimal tropikində zenitdə olsun, ya da cənub tropikində. Bu da hər iki variantda verildiyinə görə ortaq özəllik olar. 1-3-6 ortaq özəllik, 2-yə 5, 1-ə isə 4. Doğru variantımız olar A variantı. Daha sonra 3-cü suala nəzər yetirək. Sual 3-də bizdən doğru olmayan fikirləri, yəni yanlış fikirləri, səhv fikirləri soruşur dostlar.
Okeanda 4500 metr dərinliyi exolot cihazı ilə 6 saniyə ölçmək mümkündür. Gəl görək necə. Bilirik ki, suda exolot cihazının səs siqnalı 1500 metr bölünsün saniyə ilə hərəkət edilir. Biz də bunu 4500 metri bölərik 1500-ə və bunun gedib qayıtma söhbəti olduğuna görə vurarıq 2-yə. 3 vurulsun 2, o dedər 6 saniyə. Bu doğru cavab olduğu üçün bunu götürmürük. Çünki bizdən səhv variantları istəyir. 2. Sonra deyir ki, Afrika və Cənubi Amerika litosfer havalarının toqquşma zonasında dərin okean çökəklikləri, yəni novlar yaranır. Baxın, novlar harda yaranır? Novlar divergent zonada yaranır. Daha doğrusu novlar konvergent zonada yaranır. Sadəcə subduksiya zonasında yaranır. Hansı ki bu subduksiya zonasında materik tipli litosfer tavası ilə okean tipli litosfer tavası toqquşmalıdır. Amma bu Afrika, Cənubi Amerikada bəli, belə olsa da Afrikada bu ödəmir, səhvdir. Bizdən də elə səhv soruşduğuna görə 2 testimizin doğru cavablarından biridir. Müvəqqəti və qısa müddətli yaşayış üçün əhalinin ölkəni tərk etməsi emiqrasiya adlanır. Bu qısa müddətli yaşayış üçün əslində emiqrasiya adlanmır. Bu da yanlış fikirdir. Daha sonra Peru və Kurosio okean cəryanları eyni okeandadır. Bəli, həm Peru, həm də Kurosio okean cəryanları hansı okeandadır? Sakit okeandadır. Bu doğru fikir olduğu üçün götürmərik. Coriolis qüvvəsi küləklərin okean cəryanlarının hərəkət istiqamətini təsir edir. Həqiqətən də Coriolis qüvvəsi dedik ki, cəryanların və küləklərin şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl etməsinə gətirir, çıxardır. Doğru fikirdir. Qabarma və çəkilmə dalğalarına qapalı axarsız hövzələrdə rast gəlinmir. Gəlinmir deyir, bu əslində səhvdir. Çünki çox az da olsa rast gəlinir. Az rast gəlinir. Bu da yanlış fikirdir. 2, 3, 6 cavab Y variantı olar. Dördüncü suala baxaq. 50 dərəcə şərq uzunluğu ilə cənub istiqamətində hərəkət edən tədqiqatçı çatdığı məntəqə ilə cənub qütb dairə xətti arasındakı məsafənin 2220 kilometr olduğunu müəyyən etdi. Bu məntəqəyə çatmaq üçün 721.5 kilometr hərəkət etdi. Tədqiqatçının hərəkətə başladığı məntəqənin yerləşdiyi paralel üçün doğru fikirləri müəyyən edin. Birinci növbədə gəlin bura bir belə 50 dərəcə şərq uzunluğu çəkək. 50 dərəcə. Bu 50 dərəcə şərq uzunluğundan tədqiqatçı hər hansı bir məntəqədən, X məntəqədən hərəkətə başlayıb və 721 kilometr məsafə gəldikdən sonra, yəni buradan bura 721,5 kilometr yol gəldikdən sonra gəlib elə bir nöqtəyə çatıb ki, bu nöqtə ilə cənub qütb dairəsi arasında, yəni 66.5 arasında 2220 kilometr məsafə var. Buradan burada 2220 kilometr. Gəlin görək 2220 kilometr neçə dərəcədir? Meridian üzrə hərəkət etdiyimizə görə 111-ə bölərik. Edər 20 dərəcə. Baxın 66.5-dən 20 dərəcə şimala doğru biz hərəkət eləyərik. 66.5 çıxılsın 20, o da eləyər 46,5 dərəcə. Demək, gəlib çatdığımız məntəqə 46,5-dir. Bəs biz hardan başlamışıq, gəlib bura çatmışıq? Bunu tapmaq üçün 721,5-i bölərəm 111-ə, yenə meridian üzrə hərəkət etdiyimizə görə. O dedir 6,5 dərəcə. Deməli, mən 46,5-dən 6,5 dərəcə şimaldan, yəni 40 dərəcə şimaldan hərəkətə başlamışam ki, gəlib çatmışam 46,5-ə. Deməli, biz 40 dərəcəli paralelin xüsusiyyətlərinə nəzər salacağıq bu sualda. Burada deyir ki, Tasmaniya adası ilə eyni işıqlanma qurşağında yerləşir. Tasmaniya adası ilə eyni işıqlanma qurşağında yerləşir, doğrudur. Yer kürəsi xəyal ox ətrafında fırlanma sürəti 1281 km bölünsün saatdır. Gəlin buna baxaq. 40 dərəcəli paralelin 1 dərəcəlik qövsünün uzunluğu 85,4 kilometrdir. Qeyd edək ki,
Orta fırlanma sürətini tapmaq üçün həmən paralelin 1 dərəcəlik qövsünün uzunluğunu vururuq 15 dərəcəyə. Yəni 85.4-ü vururam 15 edir 1281 kilometr bölünsün saat. 2 doğrudur. Doğru variantdır. 2 materiklə kəsişir. Əslində bir materiklə kəsişir. 40 dərəcəlik cənub enliyi, 40 dərəcəlik cənub enliyi yalnız Cənubi Amerika materiki ilə kəsişir. Bunu yadımızda saxlayaq. 3 olmaz. İl ərzində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucağı fərqini 43 dərəcədir deyir. Baxın, 40 dərəcəli şimal enliyi biz Bakıdan hesablayırdıq da bunu həmişə. Deməli, maksimal düşməni hesablayarıq 90 çıxılsın 40, mötərizədə 40 çıxılsın 23.5. Bu dedir maksimal 73.5. Minimal isə 90 çıxılsın mötərizədə 40 dərəcə plus 23.5 dərəcə. Bu dedir 26.5. Bunlar arasındakı fərq 26.5. 26.5. Bunlar arasındakı fərq edir 73.5 çıxılsın 26.5 edir 47 dərəcə. Amma bizdə neçə dərəcə deyir? 43. Ona görə 4 də ödəmir. Günorta vaxtı şaquli cisimlərin kölgə uzunluqları heç vaxt sıfıra bərabər ola bilməz. Bunu saxlayaq. Bu barədə bir şey deyərəm. Daha sonra burada isə 6-cı variantda isə Bakı şəhəri ilə arasında məsafə bu qədər olan miqyaslı xəritədə bu 160 santimetrdir. Bakı şəhəri ilə arasında biz tapdıq. Bakı bildik ki 40 dərəcə şimaldadır. Tapdığımız məntəqə isə 40 dərəcə cənubda. Mən bunları fərqli yarımküre olduğuna görə topladım və vurdum meridian bir dərəcəlik qövsünə. Yəni o 111. Bu dedir 8880 kilometr. 8880 kilometri bölürəm 1, 2, 3, 4, 5. 55.5'ə o da edir 160 santimetr. 6 da doğru cavabdır. Günorta vaxtı şaquli cisimlərin kölgə uzunluqları heç vaxt sıfıra bərabər ola bilməz. Günorta vaxtı hava bulutlu olanda kölgə olmur. Yəni sıfıra bərabər olur. Ona görə bu testdə tam heç vaxt dediyinə görə bu variantda ödəməz. 1, 2, 6 doğru cavablar olar. C variantı testimizin doğru variantı hesab olunur. 5-ci suala baxaq. 5-ci sualda bizdən əhalisi 100 milyon nəfərdən çox olan ölkələri istəyir yoldaşlar. İndi burada mən sizə təqribi sayları deyim. Argentinada təqribən 46 milyon, Filippində 105 milyon, Taylandda 69 milyon, Əlcəzairdə 46 milyon, Efiopiyada 116 milyon, Meksikada isə 128 milyon əhali yaşayır. 100 milyondan çox Filippin, Efiopiya və Meksika 2, 5, 6 D variantı oldu. Sonra 5-ci sualdan sonra keçid alaq. 6-cı sualı nəzər yetirək. Görək 6-cı sualda bizdən nə istəyir? Yenə doğru fikirlər istəyir bizdən. Antisiklonun mərkəzində alçaq kənarlarında yüksək təzyiq formalaşır. Antisiklonun mərkəzində alçaq yox, yüksək təzyiq olmalıdır. Ona görə bu doğru fikir deyil. Iceberglər həm okean, həm də örtük buzlaqlarından əmələ gəlir. Xeyr, iceberglər həm okean, həm də ki örtük buzlaqlarından əmələ gəlir. Örtük buzlaqlarından əmələ gəlir. Böyük yeddilik qrupuna, yəni G7-yə daxil olan ölkələrdən yalnız 3-ü federativ inzibat ərazi quruluşuna malikdir. Baxın, böyük yeddilik qrupuna hansılar aiddir? ABŞ, Almanya, Yaponiya, Fransa, Böyük Britaniya, İtaliya və Kanada aiddir. Bunlardan 3-ü ABŞ, Almanya və Kanada federativdir. Bax, bir də deyirəm, böyük yeddiliyə daxil olanlardan ABŞ, Almanya və Kanada federativdir. Ona görə bu düzdür. Antarktidadan başqa bütün materiklərdə savanna və seyrək meşələr təbii zonasına rast gəlinir. Bu da doğrudur. Həqiqətən də həm Şimali Amerikada, həm Cənubi Amerikada, həm Avrasiyada, həm Avstraliyada, həm Afrikada savanna və seyrək meşələr zonasına rast gəlirik. 5. Yeni Zelandiya, Singapur, İsrail inkişaf etmiş ölkələr qrupuna daxildir. Bəli. Həm Yeni Zelandiya, həm Singapur, həm də İsrail inkişaf etmiş ölkədir. Doğrudur. Okeanlarda olan bütün dalğalar xarici qüvvələrin təsiri ilə formalaşır. Xeyr, məsəl üçün tsunami dalğaları daxili qüvvələrin təsiri nəticəsində, yəni endogen.
qüvvələrin təsir nəticəsində formalaşır. Bu da ödəmədir. 3, 4, 5. D variantı olar. 3, 4, 5 D variantı doğru testimizin doğru cavabı olar. 7-ci sual küləklərə aid olan bir sualdır. Passat, qərb və qütb küləkləri. Passat küləklərinə baxın. Tropik enliklərdən mülayim enliklərə doğru hərəkət edir. Tropikdən mülayimə doğru hərəkət edən küləklər qərb küləkləridir. İstiqamətini ildə 2 dəfə dəyişir. Baxın, burada verilən passat, qərb, qütb küləkləri hamısı daimi küləklərdir. İstiqamətini dəyişmir. Bu isə mövsümi küləklərdir. Məsəl üçün musson küləkləri. Bu burada yoxdur. Ona görə C aiddir. B qaldı burada. Ölkəmiz üçün xarakterikdir. Baxın, burada ölkəmiz üçün xarakterikdir deyir. Bu qərb küləkləridir. Qərb küləkləri bizim ölkəmizə də təsir edir. Bunu 7-ci sualda deməli B-ni də bura əlavə edərəm. Daha sonra 2-yə AB. D-yə baxaq. Maracaibo gölünün yerləşdiyi işıqlanma qurşağı üçün səciyyəvidir. Yəni tropik, yəni belə deyək də, tropikin yüksək təzyiqindən ekvatorun alçaq təzyiqinə doğru əsən küləklər. Təbii ki, bu da bildiyimiz passat küləkləridir. Cənubi Amerika materikində müşahidə edilmir. Bu qütb küləkləridir ki, Cənubi Amerika materikində müşahidə edilmir. 1D, 2AB, 3Y doğru cavab A variantı olar. 8-ci suala baxaq. Bərpa olunan, bir də bərpa olunmayan təbii ehtiyatlar soruşur bizdən. Bunu belə deyim də. Yerin altından, yerin təkindən çıxardığımız faydalı qazıntılar bərpa olunmayandır. Torpağın üstündə olanlar, yerin üzündə olanlar. Amma bərpa olunandır. Deməli, torpağın altından çıxartdıqlarımız bərpa edilmir, olunmur. Amma üstdə olanlar bərpa olunur. Baxın, üstdə olan hava, torpaq, su. 1, 3, 6. Bərpa olunmayan kömür, dəmir filizi, fosforit. 2, 4, 5. 1, 3, 6, 2, 4, 5. 8-ci sualın düzgün cavabı Y variantı olar. 9. ABŞ. Maraqlı suallardan biridir ABŞ üçün. Doğru fikirləri müəyyən edin. Ümumdaxili məhsulda sənayenin payı ən üstündür. Xeyr. Ümumdaxili məhsulda xidmət sahələri ABŞ üçün ən üstündür. Təqribən 80% civarında. Ümumdaxili məhsulda adam başına düşən gəlirə görə birincidir. Xeyr. ABŞ təqribən 7-ci sıradadır. Birinci yerdə Lüksemburg durur. Lüksemburg birinci yerdədir. Qütb dairəsi ilə kəsişir. Bəli, ABŞ-ın bu maraqlı faktdır. Alyaska hissəsi həqiqətən də qütb dairəsi ilə kəsişir. Ən böyük kömür hövzələri Mississippi ovalığındadır. Xeyr, ən böyük kömür hövzələri Appalaç dağlarındadır. Appalaç. Ərazisində günəş zenitdə olur. Bu da maraqlı faktdır. ABŞ-ın materik hissəsində yerləşən ərazisində günəş zenitdə olmasa da, onun bir ərazisi olan Havay adalarında günəş zenitdə olur. Ona görə doğrudur. Qurudan federativ ölkələrlə həmsərhəddir. Bəli, qurudan həm Kanada, həm də Meksika ilə sərhəddir. Bunlar hər ikisi də federativdir. Ona görə bu da doğrudur. 3, 5 və 6. Doğru cavab B variantı oldu. 10-cu suala baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 6-cı saat qurşağı, 12-ci saat qurşağı və 18-ci saat qurşaqları. Baxın, indi özəlliklərinə baxaq burada. Birinci növbədə 1, yəni 1-ə hansı aiddir? Avrasiya materiki ilə kəsişir. Həm 6-cı saat qurşaq, həm də 12-ci saat qurşağı Avrasiya materiki ilə kəsişir. Doğru. 3 yarım kürədə yerləşir. Dedik ki, 0, 12, 24-dən başqa digər bütün saat qurşaqları 3 yarım kürədə yerləşir. Bu da 6 və 23-cü saat qurşaqları, 13-cü, 18-ci saat qurşağını götürərəm. B variantı. 2-yə B. Günəş hər zaman zenitdədir. Bu çaşdırıcı bir şeydir. Günəş heç vaxt hər zaman zenitdə olmur. Çünki saat qurşaqları qütbdən qütbə gediyinə görə tropikdən kənara çıxır. Burada hər zaman zenit söhbəti ola bilməz. Sakit və şimal buzlu okeanları ilə kəsişir. Bu 12 və 18-ci saat qurşaqları ki, sakit və şimal, onsuz şimal buzlu okeanı ilə kəsişir. Sakit okeanında da həmçinin. Alp-Himalay geosinklinal qurşağı ilə kəsişir. Baxın,
Bu heç birinə aid deyil. Çünki burada 12-ci saat qurşağı kəsişməyir, getdi. Burada bu gedir. Sonra 18-ci saat qurşağı da həmçinin Alp Himalay geosiklinlə kəsişmir. Ona görə bu da getdi. Yəni nə 1-ə, nə 3-ə aid, nə də 2-yə aid edə bilmərik. Heç birinə aid olmadığına görə 1A, 2B, 3D. 1A, 2B, 3D doğru cavab C variantı olar.